Ana güclü yanğında yataq xəstəsi olan qızını azyaşlı nəvəsi ilə xilas etmək istəyərkən hər üçü canından oldu. Dəhşətli hadisə zamanı ana, qızı və nəvəsi yanaraq ölüblər. Deməli, uşaq orada göstərir ki, arxa tərəfdən pəncərə var, raşotka olub. Uşaq həmən otağa elə ki, girib, çıxa bilməyib. Uşaq elə raşotka yanında sağ tərəfə düşüb, nənə də xalasını götürmək üçün. Deməli, bir sağa, bir sola bel üstə yanmışlarlar. Ümumilikdə 3 nəfər. Yəni, uşaq, bu oğlan böyüyü qaçmışdı. Hadisədən geriyə qalan isə bu görüntülərdə. Faciəvi hadisə ötən gün paytaxtın Sabunçu rayonu Kürdaxanı qəsəbəsində baş verib. Yanğın söndürənlərə məlumat daxil olub ki, evlərdən birində güclü yanğın baş verib. Dərhal hadisə yerinə xilas edicilər və yanğın söndürən avtomobillər cəlb edilib. Sözü gedən hadisə məndən arxadakı fərdi yaşayış evində baş verib. Qonşuların sözlərinə görə əvvəlcə partlayış, ardından güclü yanğın olub. Hadisə zamanı ev sahibəsi Sevil Səlimova, onun yataq xəstəsi olan qızı Nailə və nəvəsi Hüseyn faciəvi hadisədə yanaraq ölüblər. Qonşular deyirlər ki, ev sahibi Sevil Səlimova 2 qızı və 2 nəvəsi ilə illərdir həmin evdə yaşayırmış. Hadisə zamanı qızının biri işdə, yataq xəstəsi olan 45 yaşlı Nailə isə evdə olub. Hadisədə ölən 12 yaşlı Hüseyn isə işdə olan qızının övladıdır. Bir gürültü səsi gəldi. Mən çıxdım qırağa, gördüm, yola çıxanda məhəllə gördüm, fövqəla maşın gəldi. Kimsə qonşulara eşitmişdi burada, zəng eləmişdi o fövqəlaya da gəlməyə, yanğını söndürməyə. Bu da necə baş verib? Uşaq, biz gəldi gördük, uşaq 13 yaş, 16 yaş belə uşaq olar. Gördük ki, oğlan uşaqdır, burada qalıb, uşaq deyir, nə olub? Mən nənəm deyir, həyətdə idi. Mən çıxdım qırağa, nənəmi çağırdım, nənəm girdi içəri, bura bir partladı, yandı, alışma baş verib də güclü, qaz, çox güman ki, qazdan olub. Partlayış da ona görə olub. O qazdan olar, o tokdan olmaz. Divarlar hamı uçulub, kümü uçulub, partlayıb, divarlar tökülüb yerə. Hadisə nəticəsində ümumi sahəsi 80 kvadrat metr olan bir mərtəbəli 3 otaqlı ev tamamilə yanıb. Faktla bağlı araşdırma aparılır. Ramal Abdullayev, Vüsal Hüseynov, Xəzər xəbər.